Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bu tipdə olan çevrə məsələlərinin həllinə diqqət yetirəcəyik. Gəlin əvvəlcə şərtimizlə tanış olaq. Deyir, O mərkəzli çevrənin AB kəsəni və AC toxunanı çəkilmişdir. BC qövsünün uzunluğu 28 sm, DC qövsünün uzunluğu isə 8 sm-dir. Bizdən istənilən bucaq isə BAC bucağıdır. BAC. Yəni bu bucağı tapmalıyıq. Birinci nəyə diqqət yetirməliyik? Əgər biz toxunan çəkiriksə, toxunma nöqtəsinə endirilmiş radius perpendikulyar olmalıdır. Gəlin bu radiusu çəkək. Daha sonra isə uyğun olaraq bu qövslərimizə uyğun bucaqları qeyd edək. Alfa və beta. İndi isə nəyi bilməliyik? Qövs uzunluqlarının düsturlarını bilməliyik. Qövs uzunluğumuzun düsturu pi alfa bölünsün 180-dir. Demək, uzunluğumuzu veribdir 28. İkinci qövsümüzün uzunluğunu veribdir 8. Gəlin sistem alaq. Əgər söhbət eyni çevrə üzərində gedirsə, demək radiuslarımız eyni olacaq. Avtomatik biz bu ifadələri alt-alta böldüyümüz zaman ixtisar eləyə bilərik. Yekunda aldıq ki, alfa bölünsün beta bərabərdir 28 bölünsün 8-ə. Sadələşdirmə apararaq ixtisar eləyirik 7-nin 2-yə. Alfanı tapdıq ki 7K-ymış, betanı tapdıq ki 2K-ymış. Bilirik ki BD diametrdir. Onda ayırmış olduğu qövs 180 dərəcəyə bərabərdir. Yəni alfa plus beta 7K plus 2K-mız verəcək 180 dərəcə. 9K 180 dərəcədirsə, K buradan tapıldı ki 20 dərəcəyə bərabərdir. Alfanı neçə K götürmüşdük? 7K. Demək alfamız olacaqdı 7-ni 20-yə vurduğumuza görə 140. Betamız olacaqdı 40. Bizdən istənilən bucaq A bucağı olduğuna görə betanı yazmamız kifayətdir. İndi diqqət yetiririk O, C, A üçbucağına. Necə üçbucaqdır? Düz bucaqlı. Demək, iti bucaqlarının cəmi neçə verməlidir? 90 dərəcə. Demək, 40 üstə gəlsin qamma verməlidir bizə 90 dərəcə. Buradan aldıq ki, qamma bucağı 50 dərəcəyə bərabərdir. Bizdən istənilən bucağı bu şəkildə tapa bildik.